Arya 51. Səmanı dəyişdirən gizli məkan. Qadağan olmuş səhranın sirri. Nevada səhrasının dərinliklərində elə bir məkan var ki, 10 illiklər boyu hökumətlər onun mövcudluğunu belə etiraf etmirdi. Dağlarla əhatələnmiş, silahlı mühafizə ilə qorunan və məxfi sənədlərlə gizlədilən bu ərazi dünyanın ən sirli yerlərindən birini çevrilib. Bey görüntülərindən tutmuş, pıçıltı şəklində yayılan şayələrə qədər Arya 51 10 illərlə insanların marağını alovlandırıb. Bu yer sadəcə inkişaf etmiş hərbi texnologiyaların sınaq mərkəzidir, yoxsa dünyamızın kənar texnologiyalara açılan bir qapıdır. Bugün biz məxfiliyin kölgələrinə daxil oluruq və Arya 51 qlobal sir simvoluna çevrilən tarixə, elmə və əfsanələrə nəzər salırıq. Gizli bazanın yaranması. Arya 51 soyuq müharibə dövründə yaradıldı. Qorxu və texnoloji yarışın eyni anda hökm sürdüyü bir zamanda. 1950-ci illərdə ABŞ eksperimental cəsus səyyarələri sınaqdan keçirmək üçün uzaq və gizli bir məkan lazım idi. Nevada səhrasının sonsuz boşluğu bunun üçün ideal idi. Baza Groom Lake adlı qurumuş gölün yaxınlığında tikildi. Təzyiq olunmuş mövqeyi mühəndislərə və pilotlara tam məxfi sınaqlar aparmağa imkan verirdi. Burada sınaqdan keçirilən ilk səyyarələrdən biri U-2 cəsus səyyarəsi idi. Bu uçuşlar o qədər qeyri-adi idi ki, bir çox insan onları naməlum uçan obyekt kimi qəbul edirdi. Beləcə, məxfili təsadüfən UNO müşahidələrinin artmasına səbəb oldu. UNO əfsanələrinin yüksəlişi. 1960-70-ci illərdə Arya 51 artıq yad planeti konspirasiyalarının mərkəzi kimi tanınırdı. Şahidlər səmada qeyri-mümkün sürətlə hərəkət edən qəribə işıqlar gördüklərini iddia edirdi. Bəzi nəzəriyyələrə görə, hökumət qəzaya uğramış yad planeti gəmilərini bu bazada gizlədir və onların texnologiyasını öyrənirdi. Bu iddialar təsdiqləyən etibarlı sübut olmasa da, məlumat gizlədildikcə, boşluqları insan təxəyyülü doldururdu. Arya 51 bəşəriyyətin ən böyük sualının simvoluna çevrildi. Biz kainatda təkikmi? Müşahidələrin elmi izahı. Bir çox mütəxəssis hesab edir ki, Arya 51 ətrafında UNO müşahidələrin əksəriyyəti inkişaf etmiş aviasiya texnologiyalarla izah oluna bilər. Eksperimental təyyarələr adi insanlara tanış olmayan sürət və hündürlükdə uçur. Radar görünməzliyi, qeyri-adi dizayn və fərqli uçuş trayektoriyaları asanlıqla yad planeti təsiri bağışlaya bilər. Bundan əlavə, insan beyni qaranlıqda və uzaq məsafədə gördüklərini səhv şərh etmə ehtimalı yüksəkdir. Elm göstərir ki, sir çox vaxt bilik çatışmazlığından yaranır. Hökumətin susqunluğu. 10 illər boyunca rəsmi qurumlar Arya 51 mövcudluğunu inkar edirdi. Xəritələrdə bu yer göstərilmirdi, ictimai sənədlərdə isə adı çəkilmirdi. Yalnız 2013-cü ildə məxfi sənədlərin açıqlanması ilə bazan eksperimental təyyarə sınaqları üçün istifadə edildiyi rəsmi şəkildə təsdiqləndi. Buna baxmayaraq, bir çox məlumat bu günə gizli saxlanılır. Bu vəziyyət şəffaflıq və milli təhlükəsizlik arasında balans məsələsini gündəmə gətirir. Arya 51 maraq və məhdudiyyətin kəsişdiyi nöqtədə yerləşir. Konspirasiyanın psixologiyası. Niyə Arya 51 insanları bu qədər cəlb edir? Psixoloqlar bildirir ki, insanlar reallıq anlayışını sarsıdan sirlərə təbii olaraq maraq göstərir. Konspirasiya nəzəriyyələri mürəkkəb dünyaya sadə izahlar təqdim edir. Gizli hərbi layihələr yad planetdə hekayələrini çevrilərək epik miflər yaradır. Arya 51 sadəcə bir məkan deyil. O, insanın bilinməyənə olan sonsuz marağının simvoludur. Gölgədə sınaqdan keçirilən texnologiyalar. Əfsanələrin arxasında böyük texnoloji inkişaf tarixi dayanır. Arya 51-də sınaqdan keçirilən təyyarələr müasir aviasiyanın formalaşmasında mühüm rol oynayıb. Stil qırıcıları, kəşfiyyat dronları və eksperimental məiş sistemləri burada təkmilləşdirilib. Bir zamanlar sirli görünən texnologiyalar sonradan adi müdafiə sistemlərinin bir hissəsinə çevrildi. Bu, mühüm bir həqiqəti göstərir. Bugünün sirri sabahın elmi ola bilər. Arya 51 saysız hesabsız filmlərə, kitablara və seriallara ilham verib. Elmi fantastikada o, yad planeti texnologiyalarının saxlanıldığı gizli mərkəz kimi təsvir olunur. Bu maraq, insanlığın qədimdən bəri davam edən kosmos marağının müasir formasıdır. Rəsmi açıqlamalara baxmayaraq, Arya 51 haqqında hələ də cavabsız qalan suallar var. Bazı aparılan tədqiqatlar uzun illər məxfi qala bilər. Məlumatın olmaması fərziyyələr yaradır. Eyni zamanda ictimai biliklərin sərhəddini göstərir. Elm çox vaxt gözümüzdən uzaqda inkişaf edir. Yekun. Mif və reallıq əsasında. Arya 51 fakt və əfsanə arasında sərhəddə dayanır. O, real elmlə formalaşmış bir məkandır, lakin fövqəladə hekayələrlə əhatə olunub. Bəlkə də onun ən böyük gücü gizli texnologiyalarda deyil, insanın kainatı anlamaq istəyindədir. Nevada səhrasının səssiz gecəsində, ulduzlarla dolu səma altında bu axtarış davam edir. Arya 51 bizə xatırladır ki, sir kəşfin ayrılmaz hissəsidir. Mənim fikrimcə insanların düşündükləri və ya mifik uydurmaları elə ABŞ hökumətinin öz istəyincədir. Sizin fikirlərinizi şərhlərdə gözləyirik. Növbəti videoda görüşənədək.